Bugün uşaqların sevdiyi şirniyyatı hazırladım. Gəlin başlayaq. Bunun için əvvəlcədən piroqu bişirdim. Piroqu soyduqdan sonra robotdan keçirtdim. Siz piroqu kekslə, biskvitlə əvəz edə bilərsiniz. Robot yoxdursa əlinizlə edə bilərsiniz. Daha sonra robotdan keçirdikdən sonra üzərinə qatlaşdırılmış süd əlavə etdim. Siz bunu bişmiş qatlaşdırılmış südlə də əvəz edə bilərsiniz. Daha sonra qaşıqla qarışdırdım. Əlimlə dairə formasına saldım. İçərisinə fındıq, qoz, badam, fərqli çərəzlər qoya bilərsiniz və yaxud da ki, qoymaya bilərsiniz. Hər halda çox dadlı alınacaq. Daha sonra yenidən dairə formasına salıram. Kənarda saxladığım ovuntuya batırıram və qaba yığıram. Soyuducuda 1 saat saxlayıram, sonra isə süfrəyə verirəm. Siz ovuntu əvəzinə kokos qırıntıları, şokolad qırıntıları, çərəz qırıntılarını və yaxud da şokolada batıra bilərsiniz. Çox dadlı alınacaq. Mən səni sədaqətimlə, qaldım həsrətimlə, müsibətimlə, könlümü alsaydı bu zülmətinlə sənə bir gün əsli cahan verərdi. Könlümü alsaydı bu zülmətinlə sənə bir gün əsli cahan verərdi. O çağlar